Yoldaşınız və siz qaradərlisiniz. Saçınızın rəngi tündür, amma sizdən doğulan uşağınız sarışın və ağbənizdir. Sizcə bu hər hansısa bir xəstəliyin əlamətidir, yoxsa yox? Əziz analar, əgər sizin övladınızın dəri rəngi, saç rəngi atasından və sizdən daha çox fərqlidirsə və bununla yanaşı övladınızda inkişaf ləngiməsi varsa, övladınızda yerimə, oturma ləngiyibsə, övladınızda bununla yanaşı anlama qavramada problem varsa, autistik spektr əlamətlərinə bənzər əlamətlər varsa, uşaq komandanı icra etmirsə, apar, gətir, qoy götür bilmirsə, nitq ehtiyatı azdırsa, çağırdığınız zaman reaksiya vermirsə, göz kontaktı zəifdirsə, bununla yanaşı uşağın nitq ehtiyatında da ləngimə varsa, demək ki, sizin övladınız fenilketonuriya xəstəliyinə şübhəlidir. Bu bir metabolik bir xəstəlikdir. Bu uşaqlar, körpələr doğularkən mütləq şəkildə topuq testi olunmalıdır. Topuq testi olunmayan uşaqların bəzilərində həmin bu xəstəlik göz ardı edilə bilər. Müəyyən bir yaşa çatdıqdan sonra biz nevroloqlara inkişaf ləngiməsi diaqnozu ilə müraciət edirlər. Körpələr doğularkən mütləq şəkildə doğum evindən çıxdıqdan sonra topuq testi deyilən bir analiz aparılmalıdır. Topuq testinin əhəmiyyəti ondan ibarətdir ki, əgər sizin uşağınız fenilketonuriyadırsa, bu daha beşikdə belə bu xəstəliyin üzərinə düşürük və uşaqda olan ləngimələr aradan qalxır.